Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri, bizim psixoloqumuz, dostumuz, qardaşımız Elnur Rüstəmov üçün hamı darıxıbdır. Mən istəyirəm, nə qədər Elnur Rüstəmov buradadır, sual verim ki, ay Elnur müəllim, niyə bizi bu qədər intizarda qoymuşdunuz? Hansı yeniliklə məşğul idiniz? Nə etdiniz? Bugün bizimlə nəyi bölüşəcəksiniz? Xüsusən də yeniyetmələrin valideynləri çox diqqətli olsunlar. Çünki Elnur müəllim deyir ki, yeniyetmə zamanı psixologiya möhkəmdirsə, gənc zaman onu heç kim və heç nə dağıda bilməz. Elnur müəllim, bir daha xoş gəldiniz. Nə yeniliklərlə gəlmişsiniz bizə sarı? Əslində biz yenə də öz işimizdə idik. Bu dəfə biraz elmi tədqiqat işlərinə daha çox fokuslanmışdıq və yenilik ondan ibarətdir ki, bayaq qeyd elədiniz, bizim yeniyetmələrlə bağlı problemlərimiz olur və bu yeniyetmələri də psixoloji diaqnostikadan keçirmək üçün biz Azərbaycanda ilk dəfə olaraq Psixologiya Elmi Tədqiqat İnstitutu yeniyetmələrin psixoloji testdən keçirmək üçün xüsusi test hazırladı. Nə gözəl. Bunlar yeni bir xüsusi testlərdir. Bəli. Nədir fərqi digər testlərdən? Bu testin özəlliyi nədən ibarətdir? Birinci, bu test beynəlxalq psixometrik standartlara və Azərbaycan yeniyetmələrinin psixoloji xüsusiyyətlərinə uyğun hazırlanır. Və bu test, yenə də məxsusən qeyd edirəm ki, yalnız bizdədir. Və bu testin səhihliyi, doğruluğunu biz ölçülüb və indi məqaləsi də yaxında beynəlxalq indeksli jurnallarda çap olunacaq. Test valideynlərə nə verir? Valideynlərə yeniyetmə övladlarının xüsusiyyətlərini, psixoloji xüsusiyyətlərini, ehtiyaclarını və onların gələcək inkişafı istiqamətində çox böyük bir dəstəkdir. Bu valideynlər son vaxt deyir, balamı başa düşür. Mən bundan necə ortaq? İndi ora gələcəyəm. Mən bizim yeniyetmə də özünü obyektiv tanıyacaq. Test 14 istiqamət üzrə yeniyetməni psixoloji testdən keçirir. Bura daxildir. Yeniyetmədə həyəcan təşviş pozuntusu, yeniyetmədə depressiya var, yoxdur. Yeniyetmədə fobiya var, yoxdur. Smartfon asılılığı, indi deyirlər, telefon asılılığı olub-olmadığını, yeniyetmələrdə obsessiv-kompulsiv pozuntunun olub-olmadığını, yeniyetmədə emosional intellekti ölçür, kimliyi ilə bağlı bəzən biz orientasiya ilə bağlı məsələləri qeyd edirik. Məktəb zorakılığı var, yoxsa yoxdur. Yeniyetmədə xroniki yorğunluq var, yoxsa yoxdur. 14 istiqamət üzrə bir yeniyetməni biz psixoloji diaqnostikadan keçirə bilirik. Yəni, təsəvvür edin, bir tibbi yoxlanış var. Bu da bir yeniyetmə üçün psixoloji yoxlanışdır. Bütün yeniyetməni psixoloji portretini çıxarır. Yeniyetmənin əlindən gəldi sizin yanınıza. Siz bunu bir neçə saatda 14 istiqamətin 14-ünü də verəcəksiniz? Əlbəttə. Biz nəinki bu testlə beyin davranış laboratoriyasında cihazlarımız var. Çünki psixoloji yardımın, psixoloji dəstəyin özəyini düzgün psixoloji diaqnostika təşkil edir. Əgər psixoloji diaqnostika düzgün getmirsə, müdaxilə də yanlış gedəcək. Və ona görə də biz institut olaraq onun reabilitasiya mərkəzi əsas fokuslanmışıq bizim testlərin adaptasiya laboratoriyasında sırf bu testlərin hazırlanmasına və bizim bu paralellikdə beyin davranış laboratoriyasında da cihazlarımız var. O cihazlar da səhi elmi əsaslı məlumatların psixoloji diaqnostikanın keçirilməsinə imkan verir. Və bu testi həm canlı, həm onlayn keçə bilərlər. Onlaynı da var. Bəli, onlayn da edə bilərlər, canlı şəkildə də edə bilərlər. Burada bir yoxlanışdır. Laboratoriyadan keçmək üçün cihaz üçün mütləq gəlməlidir. Ancaq test üçün 14 testi onlayn keçirir. 14 istiqamət üzrə və qeyd etdiyim kimi, yəni bu unikal bir testdir. Mən çox böyük qürur hissi ilə deyirəm ki, biz bunu hazırlaya bildik. Biz bu uzun müddətdir üzərində iş gedirdi. Çünki test hazırlamaq, adaptasiya prosesi həm yüksək elmi dəqiqlik tələb edir. Çünki beynəlxalq psixometrik standartlar var. Həm orada doğru yanaşma tələb edir. Yəni, bizim yeniyetmələr üçün keçərli olan şey görürsən xaricdə keçərli deyil. Orada keçərli olan burada keçərli deyil. Və ona görə də o test məhz Azərbaycan yeniyetmələrinin psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılıb və qeyd etdiyim kimi 14 istiqamət üzrə yeniyetməni psixoloji diaqnostikadan keçirməyə imkan verir.
canlı və onlayn şəkildə keçə bilərlər. Canlı daha məqsədə uyğundur və bir təsəvvür edin ki, valideyn öz yeniyetmə övladını gətirib də onu psixoloji testdən keçirib, onun haqqında obyektiv, səhi, elmi əsaslı məlumat ala bilər və bir yeniyetmə müraciət edə bilər və özünü daha obyektiv, daha doğru tanıya bilər. Bu da onun gələcəkdə karyera qurmağına, özünü şəxsiyyət kimi təsdiqinə çox müsbət təsir göstərə bilər. Bunun paralelliyində diaqnostika üçün cihaz, alət var, testlər var, cihaz var və ən vacib olan, bunu da mən məxsusən qeyd edim ki, İnstitutun Psixoloji Xidmət Reabilitasiya Mərkəzində öz işini bilən, elmi və praktik bilik və bacarığa malik olan mütəxəssis psixoloqlarımız var ki, onlar həm Azərbaycanda bu istiqamətdə tam həm təhsil alıblar, həm də beynəlxalq sertifikatlara malik mütəxəssislərdir. Yəni, bir könül rahatlığı ilə deyə bilərəm ki, biz vətəndaşların psixoloji sağlamlığının keşiyinə canlı başla Təşəkkürlər. Elnur müəllim, bir yerdə ki, rəhbərliyi siz edirsiniz. Mən əminəm ki, orada qeyri-mütəxəssis, qeyri-professional bir adam ola bilməz və çox təşəkkür eləyirəm.